Çoxlu suallar gəlir. Bu aparat necə ola bilər ki, sadə vibrasiyası nəticəsində qan dövranını bərpa edir? Düşünün ki, bu şüşə sizin damarlarınızdır və içindəki su isə sizin qanınızdır. İndi baxın, görün, bu aparat sizin qan dövranınızı necə surətləndirəcək və yaxşılaşdıracaq. Bu aparat kimlər üçündür? Təzyiq, şəkər, ürək-damar problemi olanlar, bəylər üzərində oturmaqla bel yırtığı və prostata qan axını bərpa edə bilərlər. Aparatın üzərində gün ərzində 15 dəqiqə qalmaq 5 kilometr asta qatışa bərabərdir. Aparat nə edir? Üzərində olan xüsusi asta rejimə qoyuram ki, rahat şəkildə görə biləsiniz. Bax, bu 100 sinir nöqtəsi ayaq altına təmas etdiyi halda bu gördüyünüz iki lampa vasitəsilə də qan dövranını sürətləndirmək kömək edəcək. İki rejimdə çalışır. Bu ən sürətli rejimidir. Bir də var asta rejimi ki, ciddi şəkər problemi olan insanlar ki, qan dövranının fəaliyyəti artıq zəifləyir. Onlar asta rejimlə başlayaraq aparatı istifadə edərək qan dolaşımını sürətləndirə bilərlər. Bu aparat kimin evində varsa, o insan şəkər, təzyiq, osteoxondroz, prostat, bel yırtığı kimi problemlərlə qarşılaşması sıfıra bərabərdir.